Salam əziz dəyərli izləyicilər. Bugün sizə Qoç bürcünü təqdim edirəm əzizlərim. Əziz Qoç, bax, mən deyərdim ki, bu həftə elə bir həyat sizi elə bir anlıq kənara çəkmişsən, çəkib güzgü qarşında dayanaraq özünə baxıb daxilində uzun zamandır səslənən amma eşitmədiyiniz duyğular artıq içində susmadığını görürsən. Elə bir keçmişdən gələn xatirələr, yarımçıq qalan sözlər, bağlanmamış mövzular yenidən üzə çıxa bilər. Amma bu üzə çıxsa da qorxulu deyil, əksinə şəfa gətirən bir proseslərdir əzizim. Həftə boyunca çünki hiss edəcəksən ki, hadisələr təsadüf deyil. Hər bir şey sənə mesaj daşıyır. Bəzən gecikmələr, bəzən susqunluqlar sizi əsəbləşdirsə də belə, amma unutma, ruh tələsməyi sevmir əziz Qoç. Bu günlərdə hiss etdiyiniz daxili sıxıntın sizi daha da güclü bir mərhələyə hazırlayır. Biraz səbr edin əziz Qoçlarım bu həftədə. Çünki həftənin sonunda özünü daha da aydın, daha da ayıq, daha da inamlı hiss etməyə başlayacaqsan. Bir də ki, əziz Qoç, bir şey elə bir beyninə qoydunsa onu axıra kimi aparmaq istəyirsən. Qarşı tərəflə biraz aranda məsafə mi, biraz soyuqluq mu var, ya qarşı tərəfdən razı deyilsinizmi? Amma gözəl nəsib qismətin gəlir, xəbər gəlir, düzdür, ah etdin birilərinə, arxandan vurdular səni. Keçmişdən bu yana biri ilə bir evlilik istəyirdin olsun, alınmadı mı, alına bilmirdi mi? Düzdür, bəzi bilgilər toplayaraq planlarınla irəliyə doğru gedəcəksən. Dildən dilə səndən danışanlar çoxdur, hələ bir danışanlar da ola biləcək. Övlad üçün müalicəyə gedən biriləri övlad sahibi olacaq bu il inşallah ki, sevincilər olacaq. Bir köçmə, əlinə gələn fürsətlər ola biləcək, sevdiklərinlə sevincin ola biləcək. Bəzən taxıntılısan, taxıntı edirsən, bir şeye bağlanıb qalırsan. Amma gözəl dönəm gəlir sənin üçün əzizim. Biriləri sənə məsləhət verə bilər, problemin varsa da, işlərində aktiv ola biləcəksən, qan bağından. Əmi, xala, dayı bu yox. Elə bir övladlarından, onların övladlarından sənə zərər mi gəldi? Onlarla biraz aranı mı kəsdin? Biraz diqqət et. Yəni sənin maddiyyatva da göz tikənlər var. Artımlar ola biləcək, içində fırtınalar qopsa da özü çöldən o fırtınaları göstərmirsən, bildirmirsən əziz Qoç. Keçmişi keçmişdə qoy əzizlərim. Çox əmək verdin. Bəzən qarşı tərəfə qarşı və ya bəzi insanlara qarşı ikiləmdə qaldın. Lider kimisən, danışdıqların bəzi sözlər var ki, bu həftə danışıb orta qarışa bilər, ortalıq qarışa bilər. Biraz ona diqqət et, ağzından çıxana diqqət et əzizim. Ev sənəti ilə, pasportla məşğul olacaqsınız, bəlkə də sənət işləri ilə işləyirsiniz, ondan məşğulsunuz. Sənətlərinizə diqqət edin birazca. Həbsdə olan biriləri azadlıq sevinci var. Qovuşa bilərsiniz. Diləyin anidən ola biləcək, doğru sözlər doğru sözlərlə həyatın səni qutarır, yəni həyatında addım ata bilirsən. Qardaşdırmı, bacıdırmı, onlarla əlaqəli söhbətlər açıla bilər. Sözünü dəqiqləşdir. Yəni tam dəqiqləşdirib danış əzizim. Qışqırma, əsəbləşmə, sərt olma, çalış. Yoxsa əks halda məsələlər böyüyə bilər əzizim. Əziz Qoçlar, çalışın ya vedud, ya həlim surəsini, zikirlərini, zikirlərini tez-tez səhər, axşam deyin əzizim. Birisi inatçı birilərinlə sinirin çox bozulub, sakitlik istəyirsən, ya rəşid, ya səbir. Bax, bunu da deyin, bunu da ən çox ya səbir, ya rəşidi övladınız varsa övladınız üçün. Çünki övladınızın bəzilərinin səbri tükənib, bəzən əsəb keçirir və ya oxuyursa övladın oxumağıyla, yəni təhsilinlə əlaqəli də bu zikirləri oxuya bilər 56 dəfə axşam səhər. İş axtaran biriləri, bax gözəl səbr et, sağlam qapı açılacaq sənin üçün. Fevralın axırlarının son həftələrinə bir görüşmən ola biləcək işinə əlaqəli. Seçicilik etmə, ola bilər yüngül iş, maaşı az işləyə bilərlər, ged iş, evdə oturmaqdansa əlbəttə ki, razılıq vergilən ki, önün açılmağa başlayır. Ona görə ya kavi, ya fəttah 156 dəfə zikirləri deyəndən sonra onun arxasınca dua et iş yolların üçün. Tez qərar verməyə çalışma. Mən həll eləyərəm, ötəsindən özüm gələrəm, mən bilərəm bunları etmə.
qırağa çəkil, kənara çəkil. Fevral ayında onsuz sənin planlar edəcəksən. Bəziləriniz dükan açmaq istəyirsiniz, tələsməyin. Mart ayından açsaz çox xeyirli gəlir siz üçün. Ya Hakim surəsini 41 dəfə desəz çox yaxşı ola bilər, nə açırsınızsa əgər. Çalış, tələb et, övladındır, ailədir, tələbkar ol yine, amma baskı qurma, çalış. Çünki fevral ayında da biraz mübahisələr ola biləcək. Ailədə, sevgidə, ətraf, çevrəndə. Ailədə bir huzursuzluq var. Hətta bəzi sevgi üçün fikirləşirsən, düşünürsən ki, bu sevgi mənim həyatımda vaxt sərflədi, vaxtımız çaldı, zamanımı apardı. Ətrafında hələ də əziz qoç, yalancı, dolandırıcılar var, insanlar var. Biraz tutumlu ol səndə. Çalış, sən də tutumlu ol. Xeyirxah oldun, əl açıq oldun, ürəyi saf oldun. Neynədin ki, nə artırdın, kimdən nə gördün? Həmişə sən qaçdın, sən etdin, əl uzatdın. Amma artıq heç kimə bəsdir yardım etdim deyərək biraz kənara çəkil. Birilərlə çoxdan görüşmədiyin biriləri də çoxdan görüşmədiyin biriləri də anidən qarşına gələ bilər, anidən qapı aça bilər, xatırlaya bilərsən əzizim. İş həyatında da zahirən biraz iş həyatı biraz sakit görsənir, amma daxilən isə çox hərəkətli bir həftə olacaq. Bəziləriniz üçün gözləmə mərhələsi uzana bilər, bir məsələ gözləyə bilərsən. Niyə getmirəm irəliyə, niyə mən durduğum yerdə çabalayıram, niyə mənim işlərim getmir? Bunu söyləməzim, bu suallar gələ bilər beyninə. Dayanma, gerilmə, yenidən istiqamətləndir işləri əzizim. İşləyirsənsə rəhbərliklə, iş yoldaşlarından münasibətlərdə səssiz gərginlik hiss oluna bilər. Biraz rahat olun, çalışın. Açıq mübahisə olmasa da sözsüz anlaşmamazlıqlar yaranacaq. Bir də nəyisə subut etmək istəyirsən, amma çalışma bu həftə. Nəyisə subut etməyə çalışma əzizim. Zamanı deyil, əksinə müşahidə et, dinlə, bir nəticə çıxar. Yeni iş təklifləri barədə eşitdiklərin hələ tam hazır deyil, yəni eşidəcəksən iş barəsində. Biraz səbirli ol. Fevral ayına daha da güclü addımlarla girəcəksən əzizim. Düzdür, öz işini qurmaq istəyirsən, plan qurursan və ya ürəyində arzuların var, yazırsan, düşünürsən, yəni ona görə biraz səbirli ol əzizim. Əməyinin qarşılığını alacaqsan. Gəlir baxımından ani artım gözlənilməsə də əzizim, biraz itki riskdə yəni azdır, narahat olmayın. Risklərdən biraz kənar olun. Əsas məsələ odur ki, balansıvı qoru ginən. Lazımsız xərclərdən uzaq dur ginən. Emosional alışverişlər etməmək vacibdir siz üçün əzizim. Kimlərə borc vermək ya borc almaq mövzusunda diqqətli ol bu həftə. Biraz pul enerjisi bu həftə niyyətinlə biraz bağlıdır elə bir. Həm də qorxulan atılan addım sənə itki gətirə bilər. Biraz şuurlu edilən hər qərarsa bolluq gətirə bilər sənə. Bax, yavaş-yavaş kiçik, amma davamlı qazanc yolları yavaş-yavaş üzə çıxır. Diqqətli olsan, əziz qoç, onu sən özün görəcəksən əzizim. İnternet üzrə bir təklif də gələ bilər. Bir borcla əlaqəli sizə bir kağız gələ bilər, bəlkə də evlə əlaqəli, ödəmələrlə əlaqəli yadınızdan çıxmış sizə bir ödənmə gələ bilər. İçində fırtınalar qopur əzizim. Bir şey niyyətlənəcəksən, amma səbr etmirsən çox şeylərə. Qorxularını bastırırsan, keçmişdə yaşanmış bir duyğusal bağ, dostluq, onu da bilmədiyin bir duyğu var, onu xatırlayacaqsan. Birini bağışlamağını istəyəcək, bağışlayacaqsan, səni gözəl xatirələrin var. Doğru biriləri sənin qarşına çıxa biləcək. Keçmişdən dərs aldıqların oldu. Düzdür, içində dərin yaralar qaldı. Bir toparlanma, bir qovuşma, bir mesaj təkrarən sizə gələ bilər. Keçmişi buraxıb gələcəyə baxacaqsan. O hərfindən dəstək ola bilər sizə. Bəzən bəzi şeylər sizin başınıza vurula bilər ki, bunu belə eləməsəydin, belə olmazdı. Bax, sən beləsən, bacarığın yox, hər şey yarımçıq qoyursan, bir şey axıra kimi bacarmırsan. Belə bir sözlər ola bilər qarşınızda.
Borcla əlaqəli biriləri sənin üzərində borcu qoyub sənə ağır zərbəni vurub getmiş əzizim. Qarşındakı partnyorundurmu, ailəndimi? Amma tikan üstündə oturmuş. Bəlkə bir soyuqluq yaranmış. O insanın əlindən çoxlu pulu çıxacaq, üzüntüsü olacaq. Düzdür, üzün gülmür, biraz tıxanıqlığın var. Amma sonradan çox şeylər eşidə biləcəksən. A hərfində birilərinin elə bir başın tacı edimsən elə bir. Rahat olduğun halda da elə bir bəzən içini yeyir, çox düşünürsən. L hərfi sizin içinizdə iz buraxmış, ürəyin parça-parça olmuş. 20 günə müjdəli xəbərlər gələ biləcək, ürəyin içindən bəzən evdə elə bir belə ürək çırpıntıların güclənir. Qoruyan var sizi də, ilahidən qorunursunuz, gözün açılacaq, fədakarlıq çox etdin. Bir planın var, ailədən biriləri bir evlənmək fikri var. Sizin həyatınızdan bəziləri maraqlanır əzizim. Çox qırıldın. Yavaş-yavaş bərəkətin ola biləcək. Bir işdən, bir məsələnlə əlaqəli bir şeydən vaz keçəcəksən. Sevgi sayəsində çox dairən bir hərəkət ola biləcək, hərəkətlənmə. Münasibətin varsa, sevgilin varsa, həyat yoldaşın varsa bu günlərdə ya bağlar möhkəmlənəcək, ya da səssiz həqiqətlər üzə çıxacaq. İçində saxladığın hisslər artıq boğazında düyün yaradıb əzizim. Danışmaq qorxulu görünə bilər, amma susmaq daha da çox zərər verə bilər sizə. Bax, subay qoçlarsa keçmişdən biriləri gündəminə gələ biləcək. Bu təsadüf deyil, bir dərsin tamamlanmasıdır. Yeni tanışlıqlar da sizin qarşınıza gəlir. Bu dərin ola bilər yeni tanışlıqların. Baxışlarınla, susmağınla anidən bir tanışdıq. Amma qəlbinin səsini dinlə. Ürəyin səsini dinləsən, əzizim, yanılmazsan, əziz qoç. Ailə mövzuları bu həftə çox ön planda ola biləcək. Deyilməyən sözlər deyiləcək. Bir şeyləri fərqində ola biləcəksən. Valideyninlə yaşca böyük qohumlarla bağlı mövzular səni biraz düşündürə biləcək. Keçmişdə olan incikliklər yenidən xatırlana biləcək. Bir əlinizə bir fürsət gələ biləcək. Enerjiniz yavaş-yavaş təmizlənəcək. Çalışın, dua edin. Ailə içində kiminsə sizə dəstək istəyəcək sizdən əzizim. Hər ətrafında hər dost deyil əziz bu qoç. Biraz onlarla məsafə yaradacaqsan. Biraz kədər var içində, kədərlənmisən. Çünki həyat səni artıq eyni tezlikdə olmadığın insanlardan yavaş-yavaş ayırır. Yeni tanışlıqlar səni daha da ruhsal bir bağ üzərində tuta biləcək. Sosial mühitində də deyilən sözlərlə yox, deyilənlərin arxasındakı niyyətlərə diqqət et. Hər gülümsəyən səmimi deyil əzizim. Bir nəfərin qarşındakı sükutu sənə həyatda çox şey deyə biləcək. Həyat təcrübələrin çoxaldı əzizim. Biraz yorğunluğun var, baş ağrılar, boyun ağrıları var. Bəzilərinizdə sinir ağrıları da elə bir ürək ağrısıdır. Biraz yuxusuzluqlar, gec yatırsan, yata bilmirsən tez. Biraz yüklənmisən. Bəzən geri çəkilmək lazımdır, susmaq lazımdır, gözləmək lazımdır. Düzdür, həyat səni sındırmaq istəmir əzizim, səni daha da şuurlu etmək istəyir. Qəlbinə, ürəyinə güvən, işarələri gör, tələsmə. Çünki sənin üçün yol açılır. Sadəcə biraz səbr etmək lazımdır əzizim. Düzdür, əziz izləyicilər. Bəziləriniz deyirsiniz ki, elə deyirsən ki, olacaq, yaxşıdır, pul olacaq, belə olacaq. Əzizim, bu ümumi bir baxışdır. Düzdür, bəzilərinizin hətta deyərdim qapıları bağlıdır. Nə qədər tərpənirsə, hərəkət edirsə, hərəkət etdiyi yerində də qalır. Dualar edir, yalvarır. Amma bəzilərinizin doğrudan da dualar etdikcə qapısı açılır. İrəliyə doğru gedir, yenilikləri var. Hamı eyni deyil, bir nəfər üçün deyil əzizlərim. Ona görə, amma səbr edin. Ümumi vəziyyətdə deyirəm ki, biraz səbr edin. Çünki siz qoçlar üçün bu il 26-cı ildə yavaş-yavaş yollar açılır. Beynivə planlar gəlir. Düzdür, çox sustun, çoxunun işini apardın, çoxunun yükünü daşıdın, əziyyət çəkdin. O saflığından səndən istifadə edənlər də oldu. Bəlkə də bunu dərk elədin, bilə-bilə sən onlara izin verdin. Amma bundan belə xeyir deməyi bacarsan,
hər kəsi çiyninə mindirib yükləməsən, doğru yolu tutaraq ancaq öz şəxsi həyat və öz ailəvi düşünsən, sən irəliyə doğru gedəcəksən. Övladın varsa, övladının da şanslarını görəcəksən. Övladın da sizə baxıb, dərs alaraq o həyatın gözəlliyini keçirə biləcək. Ona görə ki, siz qoçların təcrübəsi çoxaldı, həddən artıq çoxaldı. Biliklisiniz, lidersiniz, gözəlsiniz. Öz saflığınızı özünüzdə saxlayın. O saflığı büruzə çox verməyin ki, sizdən istifadə etməsinə. Dəstəyinizə görə var olun, sağ olun, dinlədiyiniz üçün, izlədiyiniz üçün çox-çox sağ olun əzizlərim.